Hər kəsi salamlayıram. Bilirəm ki, bu tip vlog videolarım çox bəyənilir. Ona görə çalışıram ki, tez-tez bu tip videoları hazırlayım və yükləyim YouTube-a. Burada görmüş olduğunuz videoların hər biri ayın 30-u, 31-i, yəni dekabr ayının və yanvar ayının birinə, ikisinə aiddir. Və qeyd edim ki, bundan sonraki kadrların hər biri təzə telefonumla çəkilmiş kadrlardır. Artıq məncə fərqi hiss elədiniz. Həm rəng keyfiyyəti olsun, həm də görüntü keyfiyyəti olaraq çox yaxşıdır. Deyərdim ki, əsl kameradan heç fərqlənmir. Bu arada videonun ilk kadrlarında gördüyünüz həmin o hədiyyə xalasından qızıma hədiyyədir. Belə bir musiqi aləti almışdı, lakin hal-hazırda onu istifadə edə bilmir. Yenə də göz önündə qoymuşuq ki, hərdən oynatsın. Bu dəfə Elnara xalanın evindəyik. Onlar təzə evə köçüblər və istədik ki, bu dəfə yeni ili onların evində qeyd eləyək. Bu da xalamın qaynanası Sərvinaz nənədir. Əslində bunu daha əvvəldən deməliydim. Göz haqqınızı halal eləyin. Bugün çox qəşəng süfrə qurmuşdular. İstədim hər şeyi bir-bir çəkim. Salatların hər ikisini anam hazırlamışdı. Aşı, onun toyuğunu və digər gördüyünüz hər şeyi də xalam özü öz əlləri ilə hazırlayıb. Və orada kanapelər var idi, zeytunlu, pomidorlu, pendirli. Onlar da xalamın qızı Fidan hazırlamışdı. Çox dadlıydılar. Bu arada qeyd etməyi unutdum. Orada çudolar var idi. Onlar da anam hazırlamışdı. İncini yedizdirib içizdirəndən sonra dayısı onunla oynamağa başladı. Və burada da Emin dayısı başladı onunla oynamağa. Əlindəki oyuncağı çox sevir. Məncə digər videolardan da görmüsünüz. İnci biraz tənbəldir. Qətiyyən iməkləmək istəmir. Deyəsən birbaşa gəzməyə başlayacaq. Arada belə qohumlarımız gəzdirir. Biz də gəzdiririk. Amma dediyim kimi nə qədər eləyirik iməkləmir. Yüksək ehtimalla gəzməyə başlayacaq elə. Bu arada mənim qızım artıq 8 ayını tamamladığı üçün, 9-cu aya keçdiyi üçün həm də mən də biraz narahat olduğum üçün qanun ümumi analiz edildi və eyni zamanda dəmir və ferritin də yoxlatdım. Hər ehtimal ki, birdən dəmir çatışmazlığı olar. Nəticələr isə çox ürək açan idi, hər şey qaydasında idi. Həkimlərinə də göndərdi. Hər biri onayladı hər şeyin qaydasında olduğunu. İnşallah ki, yaxın günlərdə də poliklinikaya gedib sonuncu peyvəndini etdirəcəyik və beləcə uzun bir müddət peyvəndə getməyəcəyik. Bu arada təxminən 3 aya yaxın olar ki, heç bir pediatr yanına aparmıram, ancaq poliklinikaya aparıram. Şükürlər olsun, ciddi bir problemləri yoxdur ki, yəni mən onu hər ay aparım həkimə. Sadəcə poliklinikaya hər gedəndə məndən bu dəmir analizini istəyirlər. Mən də orada analiz vermək istəmirəm. Çünki referans mənə daha çox güvən verir və buna görə orada apardım, verdim. Qiymətlər də məncə normal idi. Bir çox özəl xəstəxanaya baxanda qiymətlər hətta deyərdim çox uyğun. Və heç bir gün tamam olmamış, hardasa 3-4 saata cavabları çıxdı. Bu arada mən daha öncə Günay həkimin yanına aparırdım. Sonra dəyişdim, Şəbnəm həkimin yanına apardım. Çünki Şəbnəm həkimin ünvanı Medlux'dadır və bizə daha yaxındır. Həm də tıxac problemi yaşamır. Ona görə də hər ehtimalı yenə də hər iki həkimə göndərdim cavabları. İkisi də təmiz olduğunu dedi. Və yeyib içəndən sonra da çay süfrəsini yığışdıq. Burada Soçi paklavası, darçınlı, zəncəfilli kurabiye və çox qəşəng bir tort var idi. Tort ballı malinalı idi. Və burada da ümumi interyeri çəkib sizə göstərmək istədim. Daha çox bohem stildə hazırlanır xalamgilin evi. Və bu Güldanda ev görməsinə almışdım daha öncədən. Çox sevindim burada görməyimə. Bu qəşəng fincanda çay içəndən sonra da belə bir görüntünü sizə göstərmək istəyirəm. Burada gördüyünüz işləmələrin hər birini xalamın qaynanası Sərvinaz nənə öz əlləri ilə hazırlayıb. Çox qeyri-adi əl işlərim var, mən çox bəyənirəm. Hətta mənə də bir neçə hədiyyələr olub. İnşallah evimə köçəndə nə vaxtsa onu da sizə çəkib göstərəcəm. Və ertəsi gün dayımgil, onun yoldaşı Sədaya bibi, nənəm,
Azər hamısı gəldilər bizə. Bu dəfə də İncinin ilk yeni ilini təbrik eləmək üçün gəldilər. Belə qəşəng bir elbisə gətiriblər. Hal-hazırda birazca böyük olur. İnşallah 1-2 aya tam əyninə oturacaq. Fevral ayına kimi inşallah əynində olsa çox sevinərəm. Deyəsən İnci platyasını çox bəyəndi. Başındakını da öncəki videolarda görmüşdük. Eltimin bacısı hazırlamışdı. Yenidən qeyd edilmək istəyirəm. Onda qəşəng belə əl işləri var. Çox qəşəng hazırlayıb. Belə güllü, çiçəkli. Qızımın bu hallarına çox baxıram və hər baxdıqca ürəyim açılır. Bütün valideynlərə arzu edirəm ki, övladını həmişə gülərüz, şən və onun hər zaman uğurlarını görəsiniz. Və ən qəşəng bayramlar elə bu şəkildə olur. Birlikdə yığışırıq. Bir stəkan çay belə içsək, o bizə bəs eləyir. Əsas bir yerə yığışmaqdır həqiqətən. Ümumiyyətcə hər şey bəhanədir. Yəni bayram, ad günü və s. Əsas bir yerə yığışmaqdır məqsədimiz. Arzu edirəm ki, hər kəsin evində çoxlu qonaqlar olsun və ruzi bərəkət heç kimin evindən əksik olmasın. Və İnci biraz huysuzlanan kimi tez karalyok tapıb verir əlinə ki, yesin. Sanki biraz əsəblərini sakitləşdirir. Başa düşürəm, diş çıxartma dönəmi ilə də əlaqəli ola bilər. Amma əslində dişinin bir hissəsini çıxardıb, hər ikisi dişinin daha doğrusu alt dişləri çıxıb yəni. Elə eyni gün Səmədgil bizə qonaq gəldilər. Burada da Fatih ata minib atla oynayır. Artıq həmin o analiz günü gəlib çatdı. Biz referans klinikasından çıxıb gəldik 28 mola. Burada İnciyə südünü verdik. Daha sonra o yatmadı səsküydən və oyandı, oynamağa başladı. Əlinə də belə pidenin kənarlarını vermişik. Bərk olduğu üçün bilirik ki, uda bilməyəcək. Və bu mənzərəni sizə çəkib göstərmək istədim. Bu arada qeyd edim ki, biz Elnarın xalagildə yeni ili qeyd etdiyimiz üçün və son anda otellər və s. araşdırmağa başladığımız üçün boş yerdə tapa bilmədik və qərara gəldik ki, bu il qalsın. İnşallah növbəti illərdə qızımızla birlikdə tətilə gedərik. Dekabrın 31-ni başqa bir yerdə keçirdərik. Gəlmişəm burada çöl kuxnada kofemi içəcə, İnciyə yemək hazırlamağa. Yeməyimiz gecə mühallibisi və rüşeym qarışımı olacaq. Rüşeymli irmik daha doğrusu. Burada da göstərdim sizə. İstifadə etdiyim marka hər zamanki kimi B-Organik. Sırf orqanik məhsullar hələ ki istifadə edirəm. Hələ ki çox balacadır, körpədir. Yəni ən azından 2 yaşına kimi bu şəkildə davam etməyi düşünürəm. Mən burada ölçü olaraq yarım xörək qaşığı hərəsindən qatdım. Suyu da göz qararı elədim. Yəni dəqiq bir ölçü deyə bilməyəcəm və belə balaca bir çırpıcımla dayanmadan qarışdıram ki, dibi tutmasın, həm də yaxşı həll olsun və nəhayət İnci xanımı belə oynada, necə deyərlər, meymunluq eləyə başladıq yedizdirməyə. Son vaxtlar biraz iştahı qəribədir. Səhər kaşasını, südünü yaxşı yeyir, içir, amma günorta və axşama biraz çətin yeyir. Sizə dünyanın ən gözəl mənzərəsini göstərirəm. Bir tərəfdə televizor, orada izlədiyimiz çizgi film və bir tərəfdə qızım, bir tərəfdə də belə qəşəng bir yolka. Həmişə bunun xəyalını qururdum. Çox şükür xəyallarıma, arzularıma çatdı. Və burada da gecə yeməyi üçün hazırlıq görmüşəm. İsti su, soyuq su, diş üçün krem, daha sonra yemək və soskalar. Və daha çox belə gözəl videoların gəlməsi üçün bizim kanalımıza abunə olub videonu like etməyi unutmayın.